mən həmişə yada salıram 2008-ci ildə o yaddadır WikiLeaks-lə bağlı məlumatlar çap edilir. O vaxt Amerika Dövlət Departamentinin deməli gizli məlumatları. O vaxt 2008-ci ildə Amerikanın vaxtı səfiri Enders idi. İlham Əliyevlə görüşüb dedi ki, yaxşı 5 il keçdi. Sən çoxdan bizə söz vermirsən ki, Azərbaycanda islahatları aparacaqsan, ilk növbədə seçkilərlə bağlı. Hardadır o islahatlar? İlham Əliyev, axı bu gizli məlumatdır. Rəsmi Azərbaycanda hər şey əladır axı. Demokratiya, hər şey. İlham Əliyev nə desə yaxşıdır. Mən o islahatları başlasam, sabah hakimiyyəti itirəcəyim. İndi siz nə istəyirsiniz ki, Azərbaycanda İlham Əliyev islahatları başlasın? Yox, vəziyyət əksinə olacaq. Həbslər davam ediləcək, repressiya güclənəcək. Bundan da pis olacaq. Bax, şəxsən insan haqlarla məşğul olan bir şəxs kimi son vaxtda bu çox aktiv bununla məşğul olan. Mən yalnız bunu gözləyirəm. Repressiyalar davam ediləcək. Çünki burada bir şey də var axı. Azərbaycanda indiyənə kimi hər şey axı neft və qazla bağlı idi. İndi neftin qiyməti düşəcək aşağı. Kritik vəziyyətə düşəcək. Kritik vəziyyət o vaxt olacaq, haçan bir neftin bir bareli $30 olsun. Bax, bu kritik. Çünki büdcətdə pullar olmayacaq. İlham Əliyev, mən hələ demirəm ki, pullar o neft və qaz gəlirlər, hamısı harasa 70-80% ciblərinə qoyurlar. Hələ mən onu demirəm. Hər şey var. Amma indi gəlirlər azalacaq. Deməli, ölkə daxilində kreditlərlə bağlı. Pul qırxmaq lazım. Problemlər olacaq. Deməli, bax, bu da var. Ona görə Azərbaycanda o sistem daha da sərt xarakterdə, yəni siyasi repressiya davam edəcək. Mən yalnız bunu gözləyirəm.